Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilərim, necəsiz qızlar? Keyfiniz, əhvalınız? Məni soruşsaz, şükür yaxşıyam. Mən bugün şəhərə gəlmişəm, salondayam. Bugün baxım günüm idi. Onun üçün gəldim. Yəni pedikür, manikür, yəni təmizlik işləri etdim. Belə. İndi isə evə gəlmişəm. Evə gələrkən bəzi xırda bir lazımlı şeylər var idi. Onları aldım. Şampun aldım. Şampun deməli Elsef şampunu almışam. Elsefin təzə seriyasıdır. Təzə seriyalarından olan Gialuron tərkibli şampundur. Yağlı saçlar üçündür. Çox yaxşıdır. Onu evdəkilər üçün almışam, amma bu bir şampunu keçən dəfə sizə göstərmişdim. Alanda bir dəfə də almışdım. Demək bu şampunu özüm üçün almışam. Sulfatsızdır. Çox gözəl şampundur. Yaxşı təsiri var saçlara. Sonra isə Nərgis Shop'dan deməli yağ üçün tonalini almışam. Bu tonalini Top Face'in tonalisidir. Bunu yaman çox tərifləyirlər. Mən də qərar verdim ki, onsuz da tonalini almalıyam. Elə bunu alım, sınayım, görüm necədir. Dəriyə deyirlər, çox yaxşı oturur, üzə parlaqlıq verir, nəmləndirir. Yəni yaxşıdır. Bir sözlə çox tərifləyirlər. Mən də sınamaq qərarına gəldim. Belə aldım. İndi görək necə olur. Sınayacağam. Baxaq görək. Təriflədikləri kimi var ya yox. Yəni dəyərdir bunu almağıma, yoxsa yox. Mən öz dərimin rənginə düşən nömrəsini aldım. Deyəsən səhv eləmirəmsə 6-dır. Hə, deyəsən 6 nömrə olmalıdır. Belə. İndi sınayaq görək təriflədikləri kimidir ya yox. İndi mən bunu işlətdikdən sonra, istifadə etdikdən sonra biləcəm necə olduğunu. Siz bu tonaldan almamısınız ki qızlar? Çünki indi məncə çox xanımlar bundan alıb işlədir. Çox da tərifləyirlər. İndi bilmirəm necə olacaq. Sabahınız xeyir olsun qızlar. Yeni bir gündəyik, səhərdir. Durmuşam, çay dəmlədim. Demək, özüm üçün kofe dəmləmək istəyirəm. Kofe içim. Kofem də çox az qaldı. Demək olar bitib. Almamışam. Almaq istəyirəm. Həmişə bitməmiş alırdım, amma indi fikir verməmişəm. Sən demə bitinmiş. İndi kofeni darçınla dəmləyirəm. Deməli, bu Nescafe'nin qabıdır. O qabın içində saxlayıram kofeni. Yəni Nescafe deyil. Bu kofe Kuru Kahvəçi Məhməd Əfəndi belə bir kofe var. Türk kahvəsi. Qızılı paçkada. Ondan alıram həmişə. Neçə illərdə ancaq onu alıb işlədirəm. Yəni çox bəyənirəm. Gözəl, ətirli, dadlı qəhvədir. Demək, mən bunu biraz darçınla dəmləyirəm. Çox yaxşıdır. Mənə çox yaxşı təsir göstərir. Yəni, necə deyim, mən bunu içəndən sonra çox belə rahat oluram. Yəni, orqanizmə çox yaxşı təsir eləyir. İndi dedim ki, çay da dəmləmişəm. Dedim, kofe də dəmləyim, özüm üçün içeyim. Sonra görüm hansı işləri görürəm. Belə.
Kofeyə mən demək kofeni dəmləyəndə 2 balaca xırda qənd atıram. Çünki nəyə görə çox acı kofe içə bilmirəm. Yarım çaşka da su elədim. Çünki kofem azdır. Ona görə suyunu da az elədim. Belə indi qoyacağım dəm alsın, kofem dəmlənsin. Sonra içim. Sonra da başqa işlərimlə məşğul olacağım. Ev işləri, yemək var, biraz ev işləri var. Belə. Demək, biz belə bir lavaş alırıq. Quru lavaşdır. Yəqin ki, bilənlər bilir bunu. Sonra belə quru şəkildə, yəni belə satılır, pişirilir, belə quru halda olur. Yaxşı əl lavaşıdır. Özü də keyfiyyətli ondan hazırlandığına görə nə köp vermir, nə ağırlıq vermir. Çox yüngül, çox yaxşı bir lavaşdır. Biz bunu xoşlayırıq. Bitdikcə alırıq. Belə isladıram, hissə-hissə, yəni yeyəcəyimiz qədər isladıram, bükürəm dəsmala və qoyuram. Yumuşalır, yaxşı yumuşalır. Sonra bunu istifadə edirik gün ərzində. Belə sonra bitdikdən sonra yenə də hissə-hissə isladıram, yenə də belə bükürəm, yumuşalır. Bax belə. Çox xoşumuza gəlir bu lavaş. Çox dadlıdır. Çox ləzzətlidir və çox inanın ki, yeyirsən narahatlıq hiss etmirsən də, yəni çörək kimi deyil. Ağırlıq vermir. Bax belə. Siz necə qızlar belə bir lavaş alırsınız? Yəni ki, bilirsiniz belə bir lavaş satılır. Yəni alırsınız, biz bunu sifariş edirik. Sifariş edirsən, yəni bişirib gətirirlər. Deməli qızlar, mağazaya getmişdim, markete getmişdim. Kofe aldım, kofem bitmişti. Size dediğim kofe budur. Həmişə bu kofeni işlədirəm. Çox gözəldir. Bunu deməli Türk kahvesi, kuru kahveci Mehmet Efendi. Bu çox gözəl kofedir. Mən bunu bəyənirəm. Neçə illərdir bu kofeden istifadə edirəm. Dəmləyib içirəm. Çox da belə dadı, ətri çox gözəldir. Belə. İndi bunu açıb boşaldacağım qaba. Nescafe'nin demişdim sizə qabıdır. Bunu da saxlayıram. Bu da yaşıl çaydı. Yaşıl çayım da bitmişti. Beta'nın yaşıl çayıdır. Bir de Tesin limon naneli paket çaylarıdır. Yaşıl çay. Bu da çok güzeldi. Nane limonlu. Böyle. Böyle bunu indi boşaldaq. Kofe. Böyle. Bir de güzel ətri var. İnanın çok güzel. Bütün evi ətri bürüdü. Bunu işlədənlər yəqin ki bilir. Çok güzeldir. İnan bunu ətrindən doymaq olmur. Belə. Belə qaşığını da qoyaq. Bu da mənim kofem. Yəni rahatam ki, indi yaşıl çayım da var. Bitmişti ve kofem de var demlemeye. Şimdi demleyip yine içerik. Kızlar, evi toz soranladım. Yaxşı-yaxşı hər yerin tozunu aldım.
Sonra da pulları sildim. Pulları siləndən sonra çünki çoxlu işim var, yemək bişirməliyəm. Axşama yemək hazırlamalıyam. Dedim bu işlərimi görüm, evi təmizləyim, sonra yemək işinə keçərəm. Belə. Qızlar, deməli, yuduğum paltarlar qurumuşdular. Bunları da qatladım. Hansı ki ütülənməlidir, onları yığdım. Ütü stoluna. Sonra ütüləyəcəm. Təmizliklə bitdi işim. İndi yemək işinə keçirəm. Gedim yeməyimi hazırlayım. Belə qızlar, burada badımcan, biber, pomidor var. Bunları yumuşam, tərtəmiz. İndi badımcan, pomidor, biber dolması eləyəcəm. 3 bacı dolması. Göyərtimdir. İstəyəndə göyərti vururam, istəyəndə, yəni istəməyəndə vurmuram. Qiymə ilə sadə qiymə ilə eləyirəm. İndi bu dəfə biraz göyərti də vuracam. Reyhan, keşniş, belə. İndi bunun dolmanın hazırlığını görün.
yağsını yudum. İndi qızardıram. Elə dolma pişirəcəyim tavada qızardıram. Həmişə belə eləyirəm mən. Biberləri da qızardaq. Görək nə qədər yerləşir. Bu qədər qoyaq. Belə. Deməli qızlar. Patlıcan, biber qızardı. Qızartmışam bunları. Boz azca da yüngül, çox yox. Bunları götürək. Biraz soysun. Bu vaxta qədər də ki, qiyməmi hazırlayım. Deməli, belə qızlar, qiyməni hazırlayıram. Burada ət, soğandır, başqa heç bir şey. Duz, istiot, sarımsaq vurmuşam. Bu qədər. Göyərtim də hazırdır, doğranmış. Hərdən pomidorun içliyini burada ətə də vururam, qatıram. Və yaxud dolmanı hazırlayıb yığandan sonra pomidorun içini dolmanın üzərinə də əlavə edirəm. İndi görək hansını edərəm, bilmirəm. Baxım, yəni o mənim birdən-birə yaranan fikrimə baxır. Görün necə edərəm. Belə, qiyməm də hazır olur artıq. İndi dolmamızı hazır olsun. Göyərtisini də əlavə edeyim. Dolmamızı dolduraq. Qoyaq pişməyə. Deməli, qərar verdim ki, qızlar, pomidorun içliyini qiyməyə əlavə edeyim. Belə də dadlı olur. Qızlar, qıray göyərtimizi də əlavə edirik. Mən həmişə darçında biraz əlavə edirəm qiyməyə, dolmanın qiyməsinə. Amma bu dəfə əlavə etmədim, sadə olsun. Əslində darçın biraz vurursan və ona çox qəribə ətir, tam verir. Bu bizim əslində, bunu mən özümdən etmirəm. Bu bizim kulinariyamızda da var. Yəni ki, bəlkə də kulinariyanı oxuyanlar, bilənlər bilir. Elə bir kitab da var idi. Yəni bizim milli mətbəximizdə bu var ki, badımcan, biber, pomidor dolmasının qiyməsinə biraz da darçın vurulur. Mən bunu illərdir, yəni bildiyimə görə arada bax belə, arada da yox, əslində çox vaxt istifadə eləyirdim. Hərdən eləyirəm istifadə, hərdən eləmirəm, amma ən çox vaxtı darçın istifadə eləyirəm. Yəni bir sözlə. İndi bu dəfə amma etmədim. Belə dedim, sadə olsun. Duzu, istiotu, sarı kökü var. Pomidorun da içliyini buraya əlavə elədim. Ət, soğan və göyərtisini də vurdum. Hətta göyərtisiz də edirlər bunu. Yəni kulinariyamızda sadə qiymə. Yəni bir neçə cür pişir bu əslində. Mən onun hər cürəsini demək olar ki, pişirmişəm. Yəni ki, sınamışam. Hansı bizə daha çox xoşdur, onu tez-tez hazırlayıram. Hansı daha çox bizim zövqümüzə, ağız dadımıza uyğundur. Ailədə hansı yəni üsulda bişmək onlar üçün xoşdursa, bişməyə onlar üçün xoşdursa, onu hazırlayıram ən çox. Belə. Baxın qızlar, mənim dolmam bişir. Doldurdum, qoydum bişməyə. Baxın qızlar, mənim dolmam bişib, hazırdır. Belə bizə nuş olsun.
Siz də bişirin, yiyin. Yayın əsl yeməyi. Yayın dadlı yeməklərindən 3 bacı dolması. Siz də bişirin, yiyin. Sizə də nuş olsun. Deməli qızlar, bu tavanı mən bir neçə dəfə təmizləmişəm. Azilitlə, sarı güclə. Artıq yanında bu ətrafındakı rəngləri də gedib görürsüz. Yenə də pis vəziyyətdə idi. Yağ yanıb yapışmışdı. Çox pis idi. Gün ərzində ən çox işlətdiyim tavadır deyə belə tez-tez bu vəziyyətə düşür. İndi yenə də təmizlədim. Yenə də biraz ətrafında olan rənglər getdi, amma eybi yox. Əsas odu təmiz oldu. Deməli belə qızlar, baxın, belə oldu. Yenə pis deyil də, normal. Daha bu rənglər getdi, eybi yox. Onsuz getmişdi. Stakanları saralmışdılar. Demək olar ki, saralmışdılar. Bunları sürtdüm. Bu vilkaları sürtdüm. Bunlar işləndikcə qaralmağa başlayır. Çoxdanın vilkasıdır. Yəni bunlar çox keyfiyyətlidir. Amma işləndikcə bir xeyli işlənəndən sonra başlayır rəngini dəyişməyə. Onda sürtürəm, olur yenə. Bax belə tərtəmiz. Bax, parıltılı. Hə qızlar, deməli belə artıq axşamdır. Bununla da vlogumu bitirirəm.
İnşallah ki gələn yeni vloqlarda, yeni videolarda görüşərik. Əgər mənim videolarım, vloqum sizin xoşunuza gəldisə, bəyənməyi unutmayın. Yeni qoşulan izləyicilərə də demək istəyirəm ki, videolarımı, vloqlarımı bəyənirlərsə, abunə olsunlar və bəyənməyi unutmasınlar. Sizin dəstəyinizə mənim çox ehtiyacım var, əziz izləyicilərim. Belə, hələlik salamat qalın, özünüzə yaxşı baxın. İnşallah ki, yenə də görüşərik.